İran hücumlarından son dəqiqədə canını qurtaran İsrailin baş naziri harda gizlənir? Bu barədə Pakistanlı xaker qrupu məlumat paylaşıb. Pakistanlı xaker qrupu Mossadın gizli sənədlərinə sızaraq İsrailin baş nazirinin Almaniyanın paytaxtı Berlində gizlənməsi haqqında məlumat paylaşıb. Milyonlarla yahudilərin həyatını təhlükəyə atıb, özü ölümdən qorxaraq ailə üzvləri ilə bir yerdə ölkədən qaçıb. Digər tərəfdən İsrailin baş nazirini çətin bir vəziyyət gözləyir. Əgər İranda nəticə əldə edə bilməsə, İsrail parlamenti onsuz da haqqında araşdırma başladı. Yəni bu da o deməkdir ki, İranda nəticə əldə edə bilməsə cinayətkar kimi tutulacaq. Ona görə də uşaq xəstəxanalarını, bağçaları vurur və məktəbləri vuraraq İran xalqını ayağa qaldırmaq istəyir ki, İranda nəticə əldə eləsin və özü cinayətkar statusundan azad olunsun. Hal-hazırda İsrailin baş naziri ölkədən çıxıb və gizlənir.